Burada bir çox ailelere erzak yardımı getirmişdik, onlara verdik. İnanırıq ki, tezliklə Qarabağ torpaqları işğaldan azad olunacaq. İnşallah o gün olsun biz bu Azərbaycan bayrağını maşınlarımızın üstündə deyirik. İnşallah o gün olsun Şuşamızda, Xankəndimizdə, Kəlbəcərdə, Ağdamda yerləndirəcəyik, asacağıq. Başta Ali Başı Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevin sağ eləsin. Sizdən fikirləşin ki, fikirləşməyin ki, daha doğrusu yardan çıxartmamışıq. Həmişə ürəyimiz sizinlə döyünür, siz onun cəmaatıyla döyünür, Dəbrayıl cəmaatıyla döyünür. Biz sizin yanınızdayıq, sizin necə deyəm, arxanızdayıq. Hər an görüşməyə də hazırıq, görüşməyə hazırıq. Əsgərlərimizin də yanındayıq. Allah sizi var eləsin. İnşallah yenə deyirəm, tezliklə bütün dünyada bilir ki, ermənilər teröristlərdir, onlar cinayətkarlardır. Bunlar Azərbaycan xalqına qarşı Azərbaycan torpaqlarını işğal eləməklə törətdilər cinayətin tez cəzasını. Onlar bilməlidirlər ki, o torpaqlar həqiqətən Azərbaycan torpaqlarıdır. Fəqət gec deyil. Silahların könüllü orada təhvil versinlər. Bizim əsgərlərimizə ağ bayraqların qalxısınlar. İşğal olunmuş o torpaqlarında, yerdə qalan torpaqlardan könüllü çıxıb getsinlər. Bəlkə bu yoluna yeni yeri bunlara rəhmimiz gələr, bəlkə bu yoluna bəlkə bunları bağışlayarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qəbirlərini nurla doldursun. Biz mətini, biz bu torpaqları işğaldan azad edəcəyik. Qarabağ Azərbaycandır. Azərbaycan Qarabağdır. Qarabağ Azərbaycan döyünən ürəyidir. Biz hər zaman ürəyimiz Qarabağla döyünür. O torpaqların hamısı bizimdir. İnşallah tezliklə yenə deyirəm, inanırıq ki, yerdə qalan torpaqlarımız işğaldan azad olunacaq. Tezliklə öz ata-baba yurtlarımıza qayıdacaq, torpaqlarımıza qayıdacaq. Burada da ərzaq yardımı gətirmişdik bir xeyli ailələrə. Burada, əgər burada elə bir tanıdığınız, xahiş edirəm.